Değerli soydaşlarım, deməli, bayaqlar dedim, indi biraz ətraflı deyim. Budur, rəsmi xəbərdə göstərirəmsə, birdən elə bilərsiniz ki, rəsmi xəbərdir. Birbaşa baxın, birbaşa baxın, Haqqınaz. Azərbaycanın ən böyük saytı Haqqınaz nə yazır? Baxın, indi deyəcəm sizə. Baxın, Haqqınaz nə yazır? Azərbaycanın ən böyük saytıdır, baxın. Dəmir yumruğu zadı da bura qoyub. Baba, nə yazır? İndi mən sizə deyəcəm. Bax, nə yazırlarsa, mən sizə bunu deyəcəm. Bax, İsrail... Baba, indi nə yazır da bu? Haqqınaz nə yazır? Deməli, Netanyahu hökuməti bəyanatı İsrail, Azərbaycan və ABŞ strateji müttəfiqliyin yaranması ilə bağlı danışıqlar gedir. ABŞ deyir ki, Rusiya ilə müttəfiq olub danışıqlara gediriksə, Rusiyanın ən sadiq köpəyi Azərbaycanla niyə etməyək? Və dəyərli həmvətənlərim, İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparır. Bu sensasyon bəyanatı dünən İsrail parlamentində Knesset Baş nazir Benjamin Netanyahu'nun adından onun kabinetinin üzvü kimi Milli Missiyalar naziri Orit Struk bəyan edibdi və artıq bunu İlham Əliyev açıqlamırdı, gizliydi bu, amma İsrail açıqladı. İndi vəssalam, get Türkiye, get. Sizin inandığınız bir millət, iki devlət dediyiniz İlham Əliyev nəhayət Türkiyəni arxadan zərbə vurur və Erdoğanın maraqlarına tamamilə ziddir. Tamamilə ziddir. Və dəyərli vətənlərim, İlham Əliyev ancaq təpikdən, yumruqdan, şillədən anlayır. Buradan Erdoğana səslənirəm. Bu MDB toplantısında Rusiya gedən İlham Əliyev həmişə şillə, təpik, söyüşün bir qəpik, it balası kimi döyürlər, belə anladırlar İlham Əliyevi. Kasetini də çəkirlər. Sən durub burada yalandan qardaş dövlət, nə bilim nə, bunu adam yerinə qoyduqca İlham Əliyevi, bax bu sənə arxadan zərbələr indirəcək, ey Rəcəb Tayyib Erdoğan. Yəni bunu bir əmin ola bilərsiniz ki, rəsmi xəbərdə hətta hökumət də məcbur oldu, yaydı. Deməli dostlar, yayımızı bəyənin, paylaşın, auditoriyamızı genişləndirin. 8 mart günüdür, yəni biraz da işi də tez buraxıblar Azərbaycanda. Bugün yarımçıq iş günüydü və mən də burada cəmaatın başını çox xarab eləmək istəmirəm. İndi görüşə gedənlər var, bir-birinə hədiyyə verənlər bəlkə var. Ona görə dəyərli həmvətənlərim,